Deyir, hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Burada C variantıdır cavab. Çünki bir dəqiqə. Deyir, mən birinci sırada əyləşmişdim. Ümumiyyətlə digərlərində problem yoxdur. Amma o ayın 6-sında şəhərə gedəcək. Burada 6-sında, yəni mənsubiyyət şəkilçisinin verilməyi doğru deyil. Cavab C. Hansı cümlədə sifət işlənməmişdir? Bax, yorğun sözü sifətdir, sonra qoca sözü sifətdir, sarı sözü sifətdir, maşındakı şəkilçisi ilə düzələnlər sifətdir. Amma cavab olur D variantı. Asfaltdır, torpaqdır, daşdır, qızıl, gümüş, material bildirənlər, yun, dəri. Bunlar hamısı əslində isimdirlər. Sifətin sonuna cavab versələr də. Sonra deyir, 3-də təsirli halda işlənmiş isimlə başlayan cümləni seçin. Qalib sifətdir. Sonra yolu kəndi tərəfidir. Onun yolu. Burada U mənsubiyyətdir. Sən əvəzlikdir. Aldıqlarımız feili sifətdir. Cavab olur Y variantı. Fikri izah etməyə çalışırdım. Nəyi fikri? İndiki zamanda işlənmiş feilin olduğu nümunə. İndiki zaman şəkilçimiz ır üstü 4'dür bilirsiniz. Mətni sərgə ilə şəklə köçürdü. Burada köç sözün köküdür. Ür leksik şəkilçi olur. Meyvələri yeni dükandan aldırdı. Burada ır şəkilçisi yoxdur. Təzə evin ünvanını öyrənimmi? Burada da yoxdur. Gələn qonaq ayaq saxladı, ətrafa baxdı. Bax, burada da yoxdur ır şəkilçisi. Tapşırılan işi vaxtında bitirirdi. Artıq burada birinci ır şəkilçisi leksikdir. İkinci ır şəkilçisi artıq zaman şəkilçisidir. Cavab Y-dir. Amonimdir, külək amonim deyil, qitə amonimdir. Bir var coğrafi qitə, bir var ədəbiyyatda qitə, şeir. Qota sözü amonim deyil, qoyun sözü bəli amonimdir, insanın qoyunu qucağı. Bir də məsəl üçün heyvan qoyun. O zaman amonim olur, amma bizə bu cərgədən amonim deyil, amonim olmayanları götürməliyik. Burada da gəlindən barı B variantı olur. 6-da qrammatik normanın pozulduğu cümləni müəyyən etməyimizi istəyir. Alimlə Musa səndən əvvəl həyata daxil olublar. Bəli, çünki alimlə Musa 2 nəfərdən söhbət gedirsə, xəbərim də cəmdə olmalıdır, bu doğrudur. Binalarımızın ikinci mərtəbələri ofislər üçün ayrılıblar, yox, ayrılıbdır. B variantı. Qalanlarında da qrammatik normanın pozulma faktı yoxdur. Hansı sözün yazıcı tələffüzü arasında daha az fərqli məqam var? Kasatdıq, 3 dənə mətinlik, 2 dənə morfologiya. Burada da morfologiya, 2 dənə başlamaq, 2 dənə oxuyur sözündə oxuyarlar, oxuyarlar. Cavab olur Y variantı. Yarpaqlar bu il tez saraldı cümləsində feilin təhlili ilə bağlı yanlışı istəyir bizdən. Xəbər şəklində keçmiş zamandadır. Bəli, zaman şəkilçisi varsa feilin xəbər şəkli var. Bir doğrudur, birlər getdi. Qayıdış növdədir. Qayıdış növü olması üçün ilk öncə orada biz şəkilçiyə baxmalıyıq. Əgər siz məzmuna baxsanız, testiniz səhv çıxa bilər. Yarpaqlar bu yıl tez saraldı, öz-özünə saraldı deyib düşünsəniz, test səhv olar. Əvvəlcə orada leksik şəkilçin olmalıdır. Qayıdış növdə olmağı yanlışdır. Quruluşca növünə görə sadədir. Baxaq. Bəli, sadədir. Təsdiqdədir. Bəli, təsdiqdədir. Üçüncü şəxsin təkinə şəxs xəbərlik deyir. Xəbəri şəkilçisini qəbul edibdir. Yox, zaman şəkilçisidir. Deməli, 2, 5. Cavab A. Sonra hansı cümlədə sifətlər adi, azaltma və çoxaltma dərəcəsindədir? Canlı sözü burada adi. Baxaq gör, başqa nə var? Sarımtıl azaltma, rəngli adi, ağappaq çoxaltma. Cavab B variantıdır. Yaşlı, yaşlı adi, böyük adi, kamil ağtəhər azaltma, təmiz adi. Burada tünd çaya baxmırıq, çünki bunun defisi yoxdur deyə. Burada tünd sözü adi. İndi 10-cu suala baxaq. 10-cu sualda nə deyir? Deyir ki, nümunələrin birində zərf işlənifdir. Bu da sadəcə A variantındadır. Yenə göylərdədir. Nə zaman? Yenə. Şair, xəyalın. Burada A variantında işlənifdir. Cavab belə. Qrammatika bu qədər.